Salam, axşamınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycan saatının növbəti buraxılışında sizinlə görüşdük. Bugünkü proqramı mən Natiq Güləhmədoğlu təqdim edəcək. Hörmətli tamaşaçılar, ötən həftə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Türkiyə Əlisoy həbsdən azad oldu. Türkiyə Əlisoy fevral ayında Azərbaycan hakimiyyətinin polisə müqavimət adı ilə verərək həbs elədiyi 7 nəfərdən sonuncusu idi. Fevral ayında Azərbaycan hakimiyyəti Xalq Cəbhəsinə qarşı xüsusi bir kampaniya apardı. Partiyanın fəalları polisə müqavimət adı ilə həbs olundu. Bugünkü proqramımızda Türkiyə Əlisoydan qısa açıqlamanı təqdim edəcək və Türkiyə Əlisoy bizə və bütün insanlara izah edəcək ki, əslində polisə müqavimət yox, həbsin gerçək səbəbləri nədən ibarət oldu? Mart ayının 5-də axşam radiolarında bir xanım zəng etdi. Özünü Bəhruz Həsənli, həbs olan Bəhruz Həsənlinin yaxın dostu kimi təqdim etdi. Bildirdi ki, Bəhruz Həsənliyə sovqat göndərəcək və bir saat sonra imkan var daxilində Fəvvarilər meydanında görüşək. Razılıq verdim. Bir saatdan sonra zəng etdi və Fəvvarilər meydanında olduğunu bildirdi. Bildirdi ki, Malakan bağı istiqamətinə gəlim. Malakan bağı istiqamətinə gedərkən Xəqani Ticarət Mərkəzinin yanında 4 nəfər idmançı görkəmli, mülki geyimli şəxslər qolumu qatlayaraq Fransız səfirliyinin qabağında maşına mindirdilər. Yolda məlum oldu ki, mən həbs edənlərdən biri Xətai rayon Cinayət Axtarış şöbəsinin rəisi Xalil, biri Xətai rayon polis idarəsinin əməliyyat müvəkkili polis leytenantı Emin, digər isə olan Cinayət Axtarış şöbəsinin işçiləri olduğunu bildirdi. Beləliklə gətirdilər Xətai rayon baş polis idarəsinə, orada rəis müavini gəldi. Rəis müavini otağa girər-girməz başladı məni və digər əqidə yoldaşlarımızı təhqir etməyə. Onu tərbiyəli olmağa çağırdım. O isə Xalim isə bunu təhqir kimi qiymətləndirərək başladı fiziki zor tətbiq etməyə. Daha sonra rəis müavini cimindən əl kəmrinin yanında çəkilmiş 26 fevralda şüar deyərkən çəkilmiş bir fotomu çıxartdı. Bildirdi ki, tərbiyəsizliyi əslində Xocalı tədbirində müxtəlif şüarlar səsləndirmək. Hansı ki, biz orada Xocalıya ədalət, şəhidlər ölməz, vətən bölünməz kimi şüarlar səsləndirmişik. Mən də səmimi etiraf elədim ki, həqiqətən də mən Xocalıya ədalət şüarının təhqir olduğunu bilmirdim. Bilmədən səsləndirmişəm. Daha sonra təkid elədi ki, mən yaxında, məhəllədə, çayxanalarda, Xətai ərazisində hakimiyyət əleyhinə danışanları polisə xəbər verim və polisə məxfi əməkdaşlıq edeyim. Təbii ki, qəbul eləmədim və sonradan qərar verdilər ki, göndərsin 35-ci polis bölməsinə. 35-ci polis bölməsinə gəldi və oranın rəisi Cavid Subov otağa girən kimi başladı təhqir eləməyə, fiziki zor tətbiq etməyə. Səhər gəldilər. Yenidən bildirdilər ki, Elnur Məcridlinin Xətai rayonunda yaşadığına görə üzünə durum və onların onun həbs olunmasına kömək edim polisə. Təbii ki, razılaşmadıq. Ondan sonra bir büküm atdı Cinayət Axtarış şöbəsinin əməkdaşı, ya buna qol çəkəcək, ya bunu yazırıq narkotik, ya da ki, polisə müqavimət özün yazacaqsan. Təbii ki, ikisinə də qol çəkməyəcəyimi bildirdim. Sonra Cavid Yusubov çağırdılar. Cavid Yusubov polisə müqavimətlə aformda olmasını göstəriş verdi və elə də yazdılar. Daha sonra Ayan qəzetinin baş redaktoru kimi özünü təqdim edən Əfsilatın adlı birin və Akşin adlı güya şair imiş, o da onu çağırdılar. Hərəsinin yanında 10 manat verir və işin mahiyyəti üzrə güya ki, mən səhər saat 7-də polisə müqavimət göstərmişəm 35-ci polis bölməsinin yanında. İzah elədilər, onlar da məhkəmədə üzümə durdular. Beləliklə 20 sutka həbs cəzası verirlər. Amma bu həbs cəzası da bizi mübarizədən çəkindirə bilməz. Bizim yolumuzda, əqidəmizdə buna qanunvericiliyimiz də imkan verir ki, biz hakimiyyətə qarşı mübarizəmizi davam etdirək. Hörmətli tamaşaçılar, ötən ilin aprelində biz Bakı meri Hacıbala Abutalıbovun maraqlı bir açıqlaması ilə tanış olmuşduq. Hacıbala Abutalıbov Bakıda Füzuli küçəsində bir binanın sürüşdürüləcəyini məlumat vermişdi. O sürüşdürülmə doğrudan da baş verdi. Bu hadisəni möcüzə kimi Azərbaycan izləyicisinə təqdim etdilər. Çünki bina mövcud olduğu yerdən 10 metr yarım kənara sürüşdürülmüşdü və Azərbaycan rəsmiləri bəyan eləmişdilər ki, bu proses kifayət qədər ölçülü, bilçili aparılacaq. Amma reallıq bugün kadrlardan siz görəcəksiniz ki, heç də deyilən kimi olmadı, heç də möcüzə baş vermədi. Orada yaşayan insanlar indi təhlükə ilə üz-üzədir. Hansı təhlükə? Biz bu kadrlardan görəcəyik.
çəkiləndə dedilər sakinlər qayıdacaq evinə. Heç kəsə bir manatlıq da ziyan dəyməyəcək. Ziyan nə ziyan dəyilsə də hamısı ödəniləcək. Baksovetin yəni ki başçıları bunu bizə söz verdilər. Amma nəticədə nə oldu? Yəni bura kukla kimi olmalıydı bu bina. Amma ki valla bizi peşman eləyiblər. Necə üzünü, yanını, ablitsovkanı dəyişiblər, yanlarda da, arxada da onu eləsəydilər, o uca heç çat görsənməyəcəkdilər. Möhkəm, daha möhkəmdir bina. Amma ki, baxın da hər şey yarımçıq qalır. Bloklar bərbad gündə. Yaşayışa bir şərait yox. Bütün zibil, hamısı bu zirzibillikdə yaşayır. Onlar yoxladılar, gəldilər. Ondan sonra başladılar, binanı çəkməyə başladılar. Bu çat idi, düzəldiydiler də. Binanı çəkəndən sonra bunlar dedilər ki, bina 12 bal gücündə zəlzələyə davamlıdır. Bakıda ən möhkəm binalardan biridir bu. İndi bu ani üstə gəlib hakimi çıxardıb ki, bu bina qəzalıdır. Kiminsə marağı var binada. Baksovet gəldi buranı, bayırın biraz bəzədi, təmizlədi. İçəri hamısı gördüyümüz kimi bu gündədir. İçərisin hamısı evləri özümüz öz gücümüzə bir təhər hamısı elədik, təmir elədik. Öz gücümüzə. Blokları bu həyəti zadıb biz eləyə bilmərik, yaxı bizim nə gücümüz? Boçası da bu Baksovet düzəltməlidir. Ancaq indiyənə kimi arıblar pulları, nə ediblər, nə qariblər, hara xərcləyiblər, heç kəs bilmir. Qoyublar bizi bir sənəyə üçün, qardaş. Bizə vaxtda mənə sayan yoxdur. Hara şikayət eləmişim, bizi sayan yoxdur. Deyirik, bunu düzəldənlərə, bunu iş görənlərə, deyirik ki, bunu nəyə görə belə edirsiniz? Deyirik, biz bilmərik, özünüz bilərsiniz. Yəni, gedin özünüz, öz pulunuzla bu həll edin. Bu da olmaz axı, belə şey olmaz. Biz gəlmişik, yaşayırıq burada, qazımız, suyumuz, su pis gəlir. Deyirik, motoru qoyublar, ancaq işığı müsaadiyyət eləməklər. Sonra zibillər tökülüb qalıb, ustalara deyirik, nəyə görə tökürsünüz? Deyib, yığacıyıq, maşın gələcək, aparat. Hələ onlar bunu deyə çıxdılar ki, adam yerinə qoyur. Belə olmaz axı. O qadının o vaxt evini açıblar, əşyanı götürürlər, heç özünü müraciət edib, heç kəs ona sayan yox. Demək, birinci gəldim, mən başladım təmin etmək. Çağırdım, gördüm ki, yox. Bunlar dedi ki, bizim vəsaitimiz yoxdur. Kim necə istəyir, öz hesabını eləyir. Bizim pulumuz yoxdur. Mənim ailəm 85 yaşında qocaman müəllim, hansı ki, bütün ömür boyu öz həyatını maarifçiliyə həsr eləyib. Ömür boyu 18 nömrəli məktəbdə müşfiq adını olan məktəbi müşfiqi adını bir yerdə o adam ki, verib. Neçə minlərlə orada insanları, o cəmaat şagirdləri hamısına təhsil verən insan axırda pensiyası ilə və mənim qazancığım, o məaşımla və mənim üzr istəyirəm, həyat yoldaşımın o müəllimədir. Biz müəllimik. Mən mühəndisəm, müəllimdir, müəllimik. Biz müəllim, biz belə ailəyik. Hamı o pulla yavaş-yavaş, sonra gedib bankdan mən oradan kredit alıb və başladım evimi təmir eləməyə. Nəyə görə mən gerek gedib o banklardan kredit alıb evimi remont eləməliyəm, təmir eləməliyəm. Nəyə görə? Ki, əgər siz icra hakimiyyəti, Hacıbala Abutalabov, sən demişdin ki, mən qarantiya verirəm ki, necə sürüşdürülübsə, mən onun hamısını sizə necə varsa elə verəcəm. Bəs, nə oldu bu hamısı sizin sözlərimiz? Harada qaldı o qədər cəmaat ki, burada yaşayırlar? Bu cəmaat görürüz nə gündədirlər. Nəyə görə? Biz, cənab prezident deyəndən sonra bu məmurlar nəyə görə bunu həll eləmirlər? Nəyə görə onu qulaq asmırlar? Onun sərəncamını icra eləmirlər? Nəyə görə? Orada lövhə var idi ki, bu bina cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə sürüşdürülür və şükür olsun ki, normal. O lövhə indi görmürəm mən, o yoxdur orada. O birinci yoxdur.
Mən başa düşə bilmirəm ki, o lövhə nə oldu? Kadrları diqqətlə izlədiksə, vətəndaşlarımızın narahatlığının əsasən o istiqamətdə olduğunu gördük ki, dövlət kifayət qədər büdcədən vəsait ayrılmasına baxmayaraq, bu binanın möhkəmləndirilməsi, eləcə də abadlaşdırılması istiqamətində heç bir iş görmür. Və insanlar haqlı olaraq şübhələnirlər ki, deyəsən axı bu binanın da yerinə kiminsə gözü düşüb. Yəni binanı qəzalı vəziyyətə salıb, onu uçurub və yerinə yiyələnmək istəyirlər. Bu, çox təəssüf ki, Azərbaycan reallığıdır. Bizə ümid etmək ona qalır ki, Azərbaycanı idarə edən insanlar belə bir pis fikrə düşməsinlər. Onsuz da Bakıda, Azərbaycanda kifayət qədər insanları evsiz, eşiksiz qoyublar. Heç olmaya bu insanlara qıymasınlar və onların problemlər qayğı ilə yanaşsınlar. Hörmətli tamaşaçılar, artıq Azərbaycanda pis ənənə halı alıb ki, dövlət məmurları, imkanlı şəxslər gözləri tutduğu yerə müxtəlif vasitələrlə zəbt eləməkdə çətinlik çəkmirlər. Bu binaların yerləri də olur, yaşıllıqlar da olur və növbəti təqdim edildiyimiz kadrlarda elə bu mövcudadır. Yasamal rayonu ərazisində böyük bir yaşıllıq deputat Kamilə Əliyevanın xoşuna gəlib. Bunu hər halda orada yaşayan sakinlər deyir. Və Kamilə xanım uf demədən həmin ərazidəki ağacların qırılmasını təmin edib. İnsanlar indi fəryad edir, sözlərini, fikirlərini eşitmək üçün ünvan axtarır. Bərabər həmin kadrları izləyək. Ağacları gecəykən gəliblər traktorla aşırdıblar, mişarlayıblar, kəsiblər də burada kötüklərini də özünüz gördünüz. Nə qədər bura meşə idi əməlli başlı. Burada yerimək olmurdu. Ağaclar nə qədər ağac var idi. Bu fikir verin, səhraya dönüb burası. Deyirlər sənədimiz var. Yaxşı, sənədimiz var. Göstəriblər, saxta bir sənəd göstəriblər. Özü necə sənəd ola bilər ki, ağacları kəsiblər. Ağacın kəsilməsi hansı dövlət orqanı icazə verə bilər? Bütün o tərəf kimi də ora ağaclar idi. Oradan keçib getmək elə bir kimi şənçinlə keçib gedirdi. Hamısını kəsiblər. Özdə bir həftənin söhbətidir ki, burada onlar başlayıblar. Fəhləli işığa gəldi. Əraziyə gələn fəhlələr də söküntünün hansı dövlət qurumunun apardığını bilmirlər. Hər an işçilərsiz? Biz fəhlədə məzunuz. Bizlik deyil. Çıxarlı, yəni belə. Biz oradan buradan gəlmək işləyənlər. Yox, hansı şirkətdə işləyirsiniz? Şirkətdə öyle bizdə. Bəs kim çağırıb sizi? Biz çağırma gəlib. Köprünün altından tutuqlar işləməyə gəlir. Sakinlərə deyilib ki, ərazidə Kamilə Əliyeva adlı şəxs ofis tikəcək. Onlar şübhələnirlər ki, bu deputat Kamilə Əliyevadır. Burada dedilər ki, bəli, səlahiyyətli şəxsdir, səlahiyyətlərindən istifadə edib, özü üçün yer götürüb, burada ofis tikir. Bizim binanın o biri tərəfində də bir başqa millət vəkili ofis tikməyə qarajları alıb tikiblər. Yəni, onların səlahiyyəti var. Sadə adamlar, bax ki, bir Qarabağ əlilinin xanımı Kəmalə Əliyeva buranı alıb tikə bilməz. Çünki bura milyonlarla gərək pul versinlər ki, buranı alsınlar. Belə bir şey tikiləcək. Güya belə bir bina tikilir. Baba kesilən ağaclar. Ağaclar o traktorla çıxardılar. Bax, gör necə kesirlər mişarla ağacı qoymamışıq. Gör nə var, 40 ilin ağacıdır. Bax, bu eskiz layihədə o binanın güya bu olacaq. Yaşar adda, Yaşar Heydaroğlu adına güya tikiləcək bu. Sakinlər deyirlər ki, bu ağacları Sovet dövründə Heydər Əliyev əraziyə əkib. Hadisənin şahidləri də var. Это дом издательства «Коммунист» при ЦК КПСС был. Приехал Гейдар Алиевич покойный. Вместе с нами сажал вот эти все деревья, которые сейчас вырубили. Bir müddətdən sonra əraziyə gələn maşın tikinti materiallarını buradan daşıdı. Ərazidə neçə ağacın kəsiləcəyini bilmək üçün uşaqlar ağacları nömrələyiblər. Biz ondan nömrələcəyik ki, hansı ağacları kəsiləcəklər. Onun şəkillərini seçdik, hətta çap edəcəklər. Deputat Kamilə Əliyeva ilə danışmaq istəsək də, özünü onun həyat yoldaşı kimi təqdim edən şəxs həmin ərazinin deputata məxsus olmadığını bildirib. Para böyle xoşbəxtlik yox, torpaq yeri var. Yox, xanım, elə şey yox. O bizim Şanlı xanım burada yasamallığa seçilmiş ki, oradan o özü üçün.
Sakinlər isə istənilən halda ərazidə tikintiyə icazə verməyəcəklərini deyirlər. Əgər bunu aldadıcı bir şeydirsə, nahaq yerə eləyirlər. Bu bizim binanın sakinləri burada nəsə tikilməsinə imkan verməyəcək. Gördüyümüz kadrlara təkcə onu əlavə eləyə bilərəm ki, vaxtilə Heydər Əliyevin bir fikri çox populyar idi ki, bir ağacı kəsəndə elə bilirəm ki, mənim qolumu da kəsirlər. Və İlham Əliyev 2 il bundan əvvəlki müşavirədə bəyan etmişdi ki, Bakıda yaşıllıqları qıran insanlarla şəxsən özüm məşğul olacağım. Nə deyə bilərik? Məşğul ola bilirlərsə, məşğul olsunlar. Biz kadrları göstərdik artıq. Əziz tamaşaçılar, vaxtilə mən belə bir fikir oxumuşdum ki, müdriklərdən biri deyirdi ki, müasir dövrdə siz qulların qolunda zəncir axtarmayın. Bugün zəncir insanların kreditləridir, onları banca bağlayan kreditlərdir. Əlbəttə, müasir dövrdə kreditsiz həyatı, insanların kreditdən istifadə etməməsini normal qarşılamaq olmaz. Bu, həyatın qanunlarından ibarətdir. Söhbət ondan gedir ki, Azərbaycanda kreditlərin faizləri hədsiz yüksəkdir. Azərbaycan insanları kreditlərdən, Əzraildən qorxan kimi qorxur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azərbaycan saatının qonağı olub. Xalq Cəbhəsinin sədri vətəndaşları incidən bu problemin subyektiv səbəblərindən danışıb. Əli Kərimli dinləyək. Əli bəy, xoş gəldik. Xoş gördük. Kreditdən yazırız. Azərbaycanda kredit bazarının vəziyyətinin gərginliyindən və adamlar da xeyli dərəcədə müsbət reaksiya verdilər və orada çox gərgin polemikalar da oldu. Təbii ki, hökumətin mövqeyi müdafiə etməyə cəhd edənlər də oldu. Amma əsas məsələ budur ki, çox gərgin və qızğın bir mübahisə oldu və minlərlə adam burada bu prosesə qoşuldu. Niyə məhz bu məsələdən yazmağa, belə deyək də, qərar verdiniz? Seymur bəy, Azərbaycan əhalisinin böyük əksəriyyəti problem içindədir. Xüsusən haqqında bəhs elədiyimiz kreditlər demək olar ki, ölkədə əhalinin yarısını tamamilə məşğul edib. Bu insanlar heç düzəməlli yaşaya bilmirlər. Onlar demək olar ki, ancaq kredit bataqlığının içində sürünürlər. Bu krediti bağlamaq üçün o biri kreditə başlayırlar və həyat sanki onların yanından gəlib keçir. 1.355.000 nəfər. Demək olar ki, ailə hesabı ilə götürsək, ailələrin yarıdan çoxusu kredit ödəməklə məşğuldur. Özlüyündə kredit bəlkə də pis bir şey deyil. Bütün azad bazar olan ölkələrdə kredit var. Böyük alqı-satqı zamanı insanlar banklardan kredit götürürlər. Amma Azərbaycandakı kredit tamam fərqlidir. Azərbaycandakı faizlər dünyanın heç yerində olmayan faizlərdir. Baxın, mənim əsas ölkə vətəndaşına çatdırmaq istədiyim fikirlər bu idi ki, bu faizlər, bu soyğunçuluq tamamilə subyektiv səbəblərdəndir. Heç bir obyektiv səbəbi yoxdur. Bir var ki, ölkən kasıb ola, çarəsizlikdən bu vəziyyət yaranar. Bir də var ki, sənin ölkənin yalnız neft fondunun xarici banklarda 33 milyard dollar pulu saxlanılır. İllik 1-2 faizlə. Bütövlükdə neft fondunda gəlirlilik illik 0.7 faizdir. 1 faizin altındadır. Amma sən öz vətəndaşına banklarda krediti verirsən, rəsmən 22-30 faiz arası müxtəlif banklarda dəyişir. İstehlak kreditlərini verirsən 30-42 faiz arası illik. Amma təkcə bununla bitmir ki, banklarda alınan rüşvət, başqa ödəmələr nəticə etibarilə 30, 40, 50 faizə qədər illik ödəmək lazım gəlir. Və ona görə də insanlar təsəvvür edin ki, öz pulunu xaricdə qəpik quruşa qoyulmuş insanların buradakı yaşayışı belə deyək ki, cəhənnəmə çevrilir. Bu insanlar yalnız o krediti ödəmək haqqında düşünürlər. Mən onu araşdırdım və vətəndaşımıza çatdırmaq istədim ki, bir anlıq gəlin düşünəyin ki, bizim ölkəmizin, yəni bu vətəndaşların olan o 48 milyard ölkədən oğurlanmayıb. Elə bir hökumətə biz malikik ki, təsəvvür eləyək ki, o 48 milyard bizdən oğurlanmayıb. Biz bir anlığa təsəvvür eləyək ki, ölkədə monopoliyalar yoxdur. İndi o banklarda o faizi həm də niyə görə belə qaldırıblar? Axı banklar kimindir? Ya hakim ailənin, ya da oliqarxların. Monopoliyadır. Və monopoliya olmasa, xarici banklar bura gələr. Xarici banklar gələr, bura ucuz kredit verər. Məsələn, mən bildiyimə görə bir İngiltərə bankı belə ucuz kredit verdiyinə görə qovulub ölkədə. Bəli, bəli. Mən həmin bankı da balaca araşdırdım. HSBC bankı dünyanın nəhəng banklarından biridir. Onu burada işləyirdi. Onları buradan qovdular. Buradakı rəqabətə dırnaq arası dözə bilmədi. Getdi o bank. O bank hal-hazırda 5.7, 6 faizə yaxın, 5-6 faizlə kredit verir öz müştərilərinə. Amma bizim vətəndaşlarımızı belə bir bankdan məhrum elədilər. Bizim vətəndaşımızı məcbur edirlər ki, 30-40 faiz
faiz ödəsinlər. Niyə görə? Banklar özlərinindir, təkəlçilikdir, bir əldədir toplanıb bunların hamısı. Mən də onu izah eləmək istədim vətəndaşımıza ki, bir sıra vətəndaşlarımıza elə görünür ki, sanki onlar ancaq bu iqtisadi problemləri ilə məşğul olmalıdırlar, siyasət onlarlıq deyil. Güya ki, bizim haqqında danışdığımız rejim dəyişikliyi, demokratiya, azadlıq, ondan ötürüdür ki, yalnız seçki azad olsun, insan haqları olsun. Güya onun həyatına aidiyyət yoxdur. Bəzi insanlarımız özlərini inandırıblar ki, onların taleyidir bu sürünərək yaşamaq. Güya bu yoxsul həyat onların elə taleyidir. Güya başqa çarə yoxdur. Yoxsul həyat demişkən, bu yüksək bank faizləri təbii ki, həm də insanların özünün güzəranına təsir edir. Çünki işləyirlər, bunu yüksək faizlə banka ödəmələr edirlər. Bəzən borclar çoxalır, o bank faizləri artır, 2 qat, 3 qata çevrilir və bu həm də sosial həyata, gündəlik ailə məişət məsələlərinə təsir edir. Bir tərəfdən də bazarda ümumiyyətlə, yəni ümumiyyətlə istehsal bazarında, daha doğrusu istehlak bazarında vəziyyət gərginləşir. Adamlar, bazarlar od tutub yanır bir sözlə. Bu, insanlarımızın həyatı ilə ikisinin arasındakı bu əlaqəni necə şərh edərdiniz? Çox sağ olun, çox aktual mövzudur. Yer gəlmişkən, belə məlum olur ki, hökumət də hazırlaşır ki, bu seçki qabağı necə ki, o 2011-ci ildə biz mitinqlərə başlayanda bir aylıq rüşvətdən diyeta pəhriz saxladılar. Bir aylıq, 1-2 ay hardasa rüşvət almadılar, korrupsiyanı saxladılar. İndi gözdən pərdə asmaq üçün güya insarlarla mübarizə aparacaqlar. Necə insarlarla mübarizə aparacaqlar? İnsarçı kimdir ki bu ölkədə? Baxın, bütün böyük istehsal sahələri ya hakim ailəyə, ya oliqarxlara aiddir. Bütün deməli ithal əməliyyatlarının hamısı ölkəyə malların gətirilməsi bir qrupun əlində cəmləşib. Kommunikasiya sahələri bir qrupun əlində cəmləşib. Ərzaq istehsalı bir qrupun əlində cəmləşib. Banklarda həmin qaydalar. Avtomobil satışında həmin qayda və s. Hər yerdə inhisar var və inhisar qiymətləri ciddi şəkildə qaldırır. Baxın, ölkədəki bu qiymətlərin sizin dediyiniz kimi alışıb yanmasının səbəbi nədədir yaxşı? Bu da obyektiv səbəbdən deyil. Bu da iqtisadi vəziyyətimizlə bağlı deyil. Xırda bir analiz aparaq. Bax, ölkədə istehsal olunmayan, yəni daxili bazarı qorumaq məqsədi olmayan avtomobil bazarına baxaq. Ötən il 100 mindən artıq Azərbaycana avtomobil gətirilib. Və elə şərait yaradıblar ki, avtomobilin kömrükdən gətirilməsi, onların aksiz vergisinin, kömrük rüsumlarının ödənilməsi qiyməti 2 dəfədən artıq bahalaşdırır. Yəni, eyni avtomobil Gürcüstanda 3 minədirsə, burada 6-7 mindir. Gürcüstanda 6-7 mindirsə, burada 12-13 mindir. Niyə Gürcüstanla Azərbaycanın arasında bu qədər fərq olmalıdır? Azərbaycan bəlkə özü avtomobil istehsal edir, daxili bazarı qoruyur. Həmin o pullar mərkəzləşmiş qaydada, heç əslində kömrükdə də yox. Bunu işlə məşğul olanların hamısı bilir. Xüsusi təyin olunmuş adamlar tərəfindən toplanılır. Nə Azərbaycan kimi ölkədə kömrük rüsumu yüksək olmalı deyil, nə də o qeyri-qanuni ödənişlər olmamalıdır. Eləcə də digər sahələrdə, mən sizə bir dənə də örnək verim, bu qiymətlərlə bağlı. Məsələn, indi bu Azərsun artıq ifşa olundu da, bilinir kimindir. Bu Azərsun şəkər zavodu tikməmişdən qabaq, Azərbaycanda qənd 40-50 qəpik idi kiloqramı. İndi Azərsun şəkər zavodu tikəndən sonra tədricən əvvəl onu 30-40% qaldırdılar. İndi 3 dəfə qaldırıblar, 1 manat 20 qəpiyə qaldırıblar. Təsəvvür edin, bir əldə cəmləşir. Yəni, onu yekunlaşdırmaq istəyirəm ki, inhisar, bir əldə cəmləşmək, bütün xarici ticarətin, topdan satış qiymətlərinin süni şəkildə qaldırılması, kömrükdə toplanan həmin o xəraclar, plus bunun üstünə də siz gəlin, siz bütün hüquq mühafizə orqanlarının hərəsinin öz çəkisinə uyğun aldığı xərac ticarətçilərdən bunun hamısı qiyməti qaldırır və Azərbaycan vətəndaşı faktiki mal və məhsulları alanda nə qədər pul xərcləyirsə, onun azı yarısını həmin bu ac gözlərini doydurmaq üçün xərcləyir. Malın yarısından artıq hissəsi rüşvətin hesabına gəlmiş qiymətlərdir. Bax, bunu Azərbaycan vətəndaşı bilməlidir ki, onun bu şəkildə talan edilməsi, bu qədər az maaş ala-ala, bu qədər az gəliri ola-ola, belə baha qiymətlərlə mal və məhsullar almağa məcbur edilməsi də siyasətin nəticəsidir. Onun öz hökumətinin olmamağının nəticəsidir. Hörmətli tamaşaçılar, biz sizin diqqətinizə çatdıraq ki, Azərsun son Offshore Leaks araşdırmalarında məlum oldu ki, Azərbaycan dövlət başçısına və onun ailəsinə
xidmət edən bir şirkət imiş. Əslində isə Azərbaycanda bununla bağlı müxtəlif yanlış informasiyalar, yəni yanlış rəsmi informasiyalar var idi. Əslində bu da Azərbaycan hüquq sisteminin bəyalarından biridir. Teymur bəy, qısaca əvvəlki danışdığımız mövzunun özünü elə siyasətə bağlamaq istəyirəm. Çünki əslində mənim bu mövzuya girməyimin də səbəbi budur ki, Azərbaycan vətəndaşlarına bəzən elə gəlir ki, bu siyasi dəyişikliklər yalnız siyasi sistemi dəyişəcək. Konstitusiya dəyişikliyi, seçki dəyişikliyi, sərbəst toplaşmaq azadlığı, onların gündəlik həyatı dəyişməyəcək, güya. Bax, mənim əsasən elə kreditlə bağlı, qiymətlərlə bağlı yazılarımın, çıxışlarımın canında odurur ki, Azərbaycan vətəndaşı bilməlidir ki, ölkədə oğru rejimdən xudafizləşə bilsək, xalqın hakimiyyəti formalaşsa, həmin o uğrunda mübarizə apardığımız köklü dəyişikliklərdən sonra ucuzluq olacaq, maaşlar artacaq, iş yerləri artacaq, kreditlər aşağı faizlə veriləcək, həyat dəyişəcək. Azərbaycanın potensialı çox böyükdür. Bunu hər bir Azərbaycanlı bilməlidir. Çox sağ olun Əli bəy, studiyamıza gəldiyinizə görə və suallara cavab verdiyinizə görə. Hörmətli tamaşaçılar, biz Azərbaycan Saatı proqramının bazar günü buraxılışında sizinlə birlikdəyik. Mən sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Hörmətli tamaşaçılar, növbəti təqdim edəcəyimiz kadr Gəncə şəhər icra başçısı Elmar Vəliyevin oğlu ilə bağlıdır. Biz bu kadrda Elmar Vəliyevin oğlunun dırnaqarası qəhrəmanlıqlarından bəhs etmişik. Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin gücləndirilmiş mühafizə altında və kortejdə gəzdiyi haqda məlumatlar yayılıb. Bildirilir ki, Elmir Vəliyev Gəncədən Bakıya ağ Mercedes Galenwagen markalı 90 AA 700 nömrə nişanlı avtomobillə gəlməyi çox xoşlayır. Məlumatlı mənbə Yeni Müsavata bu haqda xeyli maraqlı bilgilər sızdırılıb. Məsələn, deyilir ki, icra başçısının oğlunun kortejinə daxil olan maşınların nömrə nişanları 700 ilə bitir. Belə maşınlardan biri Lexus markalı 90 AO 700 nömrə nişanlı maşındır. Başçının oğlunun hər maşınında 3 nəfər mühafizəsi olduğuna dair məlumatlar var. Kortejdə İlham Əliyevin mühafizəsində olan bahalı BMW-nin olduğu da bildirilir. Mənbə həmin maşının dəqiq göstəricilərini də açıqlayıb. Maşının dövlət nömrə nişanı 90 AZ 700-dür. Qeyd edək ki, bahalı BMW-nin nömrə nişanındakı AZ seriyası prokurorluq sisteminə aiddir. Həmçinin Vəliyevin maşınının nömrəsindəki AO seriyası əsasən hərbi strukturlara aiddir. Belə məlumatlar var ki, həmin maşını Elmir Vəliyevə qaynatası olan Baş Prokurorluqda idarə rəisi Əzzağa Həsənov bağışlayıb. Amma ola bilsin, AZ və AO seriyalı maşınlar hərbi prokurorluğa aiddir. Çünki Elmirin əmsi Xanlar Vəliyev Azərbaycanın hərbi prokurorudur. Xatırladaq ki, Gəncə şəhər icra başçısı Elmar Vəliyev Əzzağa Həsənovla ötən ilin fevralında quda olublar. Gəncənin icra başçısının oğlunun toyu İlham Əliyevin Bakı Biznes Mərkəzindəki konfransında məşhur çıxışından sonraki günlərə təsadüf etmişdir. 2013-cü ilin fevralında keçirilən konfransda İlham Əliyev məmurlara məhz övladlarının xoşagəlməz qudurğan harın hərəkətlərinə görə sərt xəbərdarlıq etmişdi. Bu konfransdan sonra Elmar Vəliyevin halının pisləşməsi, hətta xəstəxanalıq olması haqqında məlumatlar vardır. Amma başqa mənbələr Elmar Vəliyevin müşavirədə yıxılmasını tam başqa səbəblə, özəl durumla əlaqələndirmişdi. Deyilənlərə görə Elmar Vəliyev hələ Yevlağın icra başçısı vəzifəsində çalışdığı dövrdən oğlunu xüsusi qoruma altına aldırıb. Məlumatlı mənbələr bildirir ki, Elmar Vəliyev Yevlaqda başçı olanda Elmir Vəliyevin mühafizəsinə Yevlaq polisinin 3 idmançı əməkdaşını cəlb edilmiş. Həmin polislər hər zaman oğul Vəliyevi öz tabel silahları ilə müşahidə edirmişlər. Oğul Vəliyevin bir çox məmur övladları kimi bahalı maşınlara sevgisi də bəllidir. Adı Milli Məclisin aparatında işçi kimi keçən Elmir Vəliyevi orada görən olmayıb. Amma ara sıra Milli Məclisin həndəvərində 150 min manatlıq Mazeretti sürməsi də gələn məlumatlar sırasındadır. Yeri gəlmişkən həmin maşının dövlət nömrə nişanı da olduqca bahalıdır. Təəssüf ki, İlham Əliyevin məmurlara və onların yaxınlarına barmaq silkələyərək özünüzü xalqdan üstün tutmayın, sadə həyat tərzi keçirin ismarıcıları bir sıra məmurlar tərəfindən qulaqardı edilir. Xatırladaq ki, bu ilin fevralın 5-də İlham Əliyev icra başçıları və nazirlərin iştirakı ilə keçirdiyi müşavirədə məmurlara özlərini təvazükar aparmağı tapşırıb. Həmin müşavirədə İlham Əliyev demişdi ki, məmurlar xalqın xidmətçisidir, ona görə də xalqla mehriban davranmalıdırlar. Maraqlıdır ki, Vəliyevlər dövlət başçısının bu kursunu, tövsiyə və tapşırığını görməzdən gələrək nümayişkarına şəkildə özlərini ən ali sort kimi aparırlar. Rəsmi maşınlardan istifadə edirlər. Maraqlıdır ki, Vəliyevlər dövlət başçısının bu kursunu, tövsiyə və tapşırıqlarını görməzdən gələrək nümayişkarına şəkildə özlərini ən ali sort kimi aparır, rəsmi maşınlardan istifadə edir, Gəncə və paytaxt Bakıda silahlı mühafizəçilərlə gəzir,
dövlətin resurslarının öz şəxsi komfortları təhlükəsizlikləri üçün yararlanırlar. Şübhə eləmirəm ki, Azərbaycanın hər bir rayonunun icra başçısının oğlu, özü və ailə üzvləri ilə bağlı belə bir kadrlar ərsəyə gətirmək mümkündür. Çox təəssüf ki, Azərbaycanı idarə edən iri və kiçik məmurlar xalqa xidmətdən çox öz ciblərinə, öz mənfəətlərinə xidmət etməklə məşğuldurlar və nəticədə biz bu kimi mənzərələrlə tanış olmaq məcburiyyətində qalırıq. Hörmətli tamaşaçılar, Azərbaycan neft ölkəsidir və Azərbaycanın nefti ilə qürurlanmaq bəlkə də bizim təbii haqqımızdır, amma biz bunu edə bilmirik. Ona görə edə bilmirik ki, bu günlərdə iqtisadçılar rəsmi sənədlərə dayanan faktları açıqladılar, rəqəmləri açıqladılar. Bəlli oldu ki, Azərbaycana bu çağa qədər əsrin kontraktı adlanan o sənəddən 81 milyard manat pul daxil olub. Və bu pulun artıq 62%-i müəyyən layihələrə xərclənib. Faktiki olaraq neftdən əldə edildiyimiz gəlirlərin yarıdan çoxunu artıq Azərbaycan hökuməti daşa, divara və başqa yerlərə xərcləmişdir. Belə bir şəraitdə bizim qarşımıza ağır bir sual durur. Neftdən sonra Azərbaycanın halı necə olacaq bəs? Bizim indi neft gəlirlərini xərclədiyimiz və özü də böyük israfçılıqla xərclədiyimiz indiki halda vəziyyətimiz qənaətbəxş deyilsə, sabah neft qutaranda vəziyyətimiz nədən ibarət olacaq? Əgər diqqətlə indi təqdim etdiyimiz kadrları izləsək, bu sualın cavabını tapa biləcəyik. Neft tək-tək ölkəyə qismət olan sərvətdir. Bu sərvətdən Azərbaycanın da bəxtinə düşüb. Bu nə deməkdir? Bu, 2012-ci ilin dövlət büdcəsidir. Nə qədəri neftdən gəlir büdcənin? 14 milyardır. Tam 76%. Deməli, bütün yatırımlar. Sosial müdafiə, Təhsil, hərbi xərclər, dövlət idarəçiliyi, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət, incəsənət. Yəni bütün bunlar neftdən qaynaqlanır və neftin hesabına yaşayır, hə? İnanmıram. Ola bilməz. Birdən neft tükənsə, bütün sadalanan sahələrin pul təminatı böyük sual altında olacaq. Neft hasilatı azalmağa başlayır. Ən çox neft ölkədə 2010-cu ildə çıxarılır. 50,8 milyon ton. 2012-ci ildə isə hasilat 43,3 milyon ton olub. Yəni 2 ildə 7,5 milyon ton azalıb. Yaxın 4 ildə daha 4 milyon azalacaq. Demək, dövlət büdcəsi də kiçiləcək. Hökumətin proqnozuna görə 2017-ci ildə büdcə 2013-cü ildəkindən 2 milyard manat az olacaq. Bəs neft fondu bizi qutara bilməz? Önümüzdəki 5 ildə neft fondunun illik gəliri də təxminən 5 milyard azalacaq. Neftin qiyməti düşərsə, bu azalma daha çox olacaq. Demək, neft fondundan büdcəyə ayırmalar da azalacaq. Hiss olunan dərəcədə. Bəd danışırsan. Neftdən kənar sektor yerində sayacaq ki, oradan gəlirlərimiz olmayacaq. Bütün bunları hökumətin proqnozuna əsasən deyirəm. Hökumət büdcəni qayçılayırsa, demək neftdən kənar gəlirlərə inamı azdır. Yəni mən bəd danışmıram, olan olacağı deyirəm. Belə çıxır, müəllimlərin, həkimlərin maaşı heç indiki səviyyədə də qalmaya bilər. Yaxın 10 ildə qeyri-neft sektoru büdcəyə azı 20 milyard manat qazandırmasa, bu xərclərin azalması qaçılmazdır. Axı hansı vəsait hesabına azalan neft pulları kompensasiya ediləcək? Neft gəlirləri 10 milyard manat azalacaqsa, inflyasiya, yatırım tələbatı kimi zəruri amilləri də gəlsək, 20 milyard ancaq yetər kompensasiyaya. Çıxış yolu nədədir? Nə qədər gec deyil, neftdən kənar iqtisadiyyətə köklənmək, iqtisadiyyatın şaxələnməsini təmin etmək lazımdır. Hökumət də neçə illərdir ki, bunu deyir. Neçə illərdir bunu desədəm, hələ də məmurların sahibkara çevrilməsi, inhisarçılıq və qanunsuz müdaxilələr azad sahibkarlığın inkişafına mane olur. Yəqin neftdən kənar sahələrdə hər cür təşəbbüslərə imkan verilməli, rəqabət formalaşmalıdır. Qısa müddətdə ölkədə kiçik və orta müəssisələrin sayı 10 dəfələrlə artmalıdır. Bunun üçün neftdən gələn hər qəpiyin nəyə, nə vaxt və necə xərclənməsini hesablamaq vacibdir. Yoxsa neft sonrası Azərbaycanın üzü gülməz. Hörmətli tamaşaçılar, Azərbaycan Saatının növbəti müsahibi keçmiş Müdafiə Naziri Rəhim Qaziyevdir. Rəhim Qaziyevlə söhbətdə Azərbaycan ordusunda baş verənləri, əskər ölümləri və başqa məsələləri söhbət etmişik. Bərabər həmin kadrları izləyək. Hörmətli tamaşaçılar, Azərbaycan Saatının daha bir qonağı Sabiq Müdafiə Naziri General Rəhim Qaziyevdir. Rəhim bəylə biz
bəzi məsələləri müzakirə edəcəyik, günümüzün aktual məsələlərini. Xoş gördük İlham bəy. Xoş gününüz olsun. Bir dənə deyim ki, mən general deyiləm. Mən hətta fərmanda da özümün tərtibi mətni vermişəm ki, mülki vətəndaş olaraq müdafiə naziri təyin edilsin. Və Əbülfəz bəy də 9 oktyabr 1992-ci mənə general rütbəsi verəndə mən bəyə xahiş edib, o general rütbəsindən imtina edəcək. Rəhim bəy, bugün mətbuatda, daha doğrusu bugünə qədər bir neçə gündür ərzində dövlət məmurlarının, övladlarının maşınları, varidatları, xaricdəki keyif, eyş işətləri araşdırılır və rəqəmlər çıxır ortaya ki, doğru dillə desək, elə siz də Sabiq Müdafiə Naziri olacaq, sizin dillə desək, tank qiymətində maşınlar sürürlər. Çoxları da əskəylikdə olmuyor. Bax, bununla bağlı istəyəlik sizə sualını ünvanlayaq ki, bu mənzərə nəyin görsənişidir? Azərbaycan həmişə iki daşın arasında bir söz olanda deyirlər ki, müharibə şəraitidir, nə bilim, torpaqlarımız işğal altındadır. Bax, bu vəziyyətlə bağlı fikrinizi bilmək istəyərdik. Çox təşəkkür edirəm, ən yaralı yerdir, amma mən buna Peyğəmbər sallallahu əleyhi və səlləmin bir dənə hədisi ilə başlamaq istəyirəm. Bir gün bir uşaq Ərəbistanda bilirsiniz, xurma boldur. Bu uşağa xurma çox pis təsir edir səhhətinə. Aləm tökülür, qonum, qardaş, 6, 7, 8 yaşında uşaqdır da, həkim. Elə mən də buna da uşaqlar bir dənə apelsinza deyəndə alerjiya verir də bunu. Bu Peyğəmbərin vaxtı olur, atası utana gətirir Peyğəmbərin yanına uşağı. Ki, ya Peyğəmbər, bəlkə siz deyəsiniz, mən uşağım, yiyir, mərəzə düşür, xəstələnir. Biz sabah gəlir. Peyğəmbər deyəndən sonra nə deyir? Rəsulullah sabah gətirir, başında oturur, uşağın başını sığallayır, oğlum sən bilirsən, sağ xurma ziyandır, onu yemə. Nə dua oxumur, nə dua yazmır, nə oxuyub üfürmür üstünə, sur gedir. Uşaq ondan sonra yemir. Kişini vahimə götürür. Ağac, bir var mağazindən almayasa yeməsin, burada da bizdə alça ağacı olan kimi burada da xurma ağacıdır. Yemir, kişi də utana bir 10 gündən, 20 gündən sonra gəlsin, ha Peyğəmbər, bunu acaq elə də. Sən ona dava eləmədin, oxuyub üfürmədin, nə tər oldu bu? Deyir ki, sən gələn gün əvvəl mən xurma yemişdim. Mən o sözü desəydim, o uşağa təsir olmayacaqdı. Mən iştahımı, nəfsimi saxladım, səhərsi gün mən yemədim, uşağa da mənim sözümün təsiri oldu. İndi bizim cənab prezident deyir ki, harınlıqlar, qudurufdular. Mənim kimi yaşayır. O məmurlar da, məmurlar bağlısı onun kimi yaşayır. Mən təsəvvür edirəm. Prezident deyir ki, mən ad günümü keçirirəm qaçqınlarla. Amma prezident 245 milyona 5-ci özü üçün təyyar alır. Atasının ad gününə 70 milyon manat gülə xərclənir. Hansı səhərsi üçün bu gül zibilliyə atılacaq. Nə heyvan yeməlidir, nə heç bir şey. Sonra bağının içini görsənməməsi üçün həm keçmiş Marksın heykəlinin yanında 3 dənə 23 mərtəbəli bina söküldü. Bir dənə 16 mərtəbəli Heydər Əliyev dövründən qalma bina söküldü. Heydər Əliyev mərkəzinin yanında 6-8, mən 6-sını bilirdim, indi o məddahlar bunun deyərləşi 8 döydü, 6 idi. 5 mərtəbəli binaların üzü daşlandı. Milyonlarla maya qoyub söküldü. İndi də Heydər Əliyev adına o Moskva prospektində əvvəldən üzünü daşladılar, yenə sökürlər. Və Sovetski insanlarına da pul vermirlər. Və vətənindən ötürü canını qoyur. İkinci qrup əli 5 balasına çörək ala bilmədiysə özünü yandırır. Və o söz təsir eləməz. O söz, prezidentin sözü o vaxt o harınlamışlara təsir eləyəcək ki, prezident doğrudan da dediyi kimi yaşayır. Yəni, o sözünə əməl üst-üstə düşür. Öyle de olacaq. Çünki onlar sadəcə müşavirədə sakit otururlar, ürəklərində gülürlər. Prezident, bax buyur, prezidentin qızları o Volqaqradda Knyaz Velik Vladimir deyirlər, nə deyir, ona abidə qoyuldu. Hindi mahnı oxuyan fəvvarə düzəldirlər orada. Hansı puluna? Sən bir 10 rusu tut, onunla 9'u Velik Knyaz Vladimir'i tanısa, mən çox üzr istəyirəm hamıdan.
Bunu niyə edirlər Rəhim bəy? Valla mən bax, o psixologiya mənə çatmır. Bax, məsəl üçün, Heydər Əliyevin bu insan Azərbaycan tarixində 69-cu ildə nəqd var. Ondan 2 il qabaq o Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub, 2 ildə mavin olub. Bunu Azərbaycandan silmək mümkün deyil tarixdə. Amma hər kəsi olduğu kimi. Yaxşı, burada heykəlini qoydun, bir dənə, 2 dənə, 3 dənə bağlar, heykəllər, bunlar sadəcə bu xəstəlikdir. Bunlar özləri bilmirlər bunu edir. Rəhim bəy, keçən il siz müraciət eləmişdiniz İlham Əliyevə. Bugün də bu məsələ aktualdır, bilirsiniz ki, cəbhə xəttindən yenidən ölüm xəbərləri gəlir və bu döyüş şəraitində, yəni düşmənlə döyüş şəraitində baş verməyən ölümlərdir. İctimai rəydə belə fikirləri var idi ki, bu sabiq nazirin birbaşa yaratmaz fəaliyyətidir. Əlbəttə, bu sistemdə hər bir məmur o sistemin çirkliklərinə bulaşıb və o nazir də bundan xali deyildi. Amma fakt budur ki, nazir dəyişdi, amma vəziyyət dəyişmədi. Bax, bu şəraitlə bağlı mən istəyərdim ki, siz bu işi görmüş bir döyüş şəraitində, hətta Azərbaycan ordusuna rəhbərlik eləmiş şəxs kimi deyərsiniz ki, nədir bu hadisələrin, bu intiharların sirri və yaxud da ki, bu proseslərin məsuliyyətini kim daşıyır? Elə nazirlər mi daşıyır? Yox, bilirsiniz nətərdir? Mən çox təəssüf edirəm ki, əvvəla bizdə o ağır, aznazaqlı ordumuz üçün xoşa gəlməz bir hadisədir. Bu, nazirin dəyişməsi ilə yola gələsi, düzələsi bir iş deyil. Sistem dəyişməlidir. Dövlət başçısı dediyi hər sözün sahibi olmalıdır. Onun yanında bir qeydiyyat dəftəri olmalıdır. Verdiyi tapşırığı. Müddətini də qoyur, ondan sonra icrasını tələb edir. Bu bir. İkincə, bu sistemdə əgər hamı söz danışıb, sözün məsuliyyətini daşımırsa və prezidentin yenə özünə qayıdır ki, mən Harun balaları, Qudurğan balaları, atalarını mən işə təyin eləmişəm və lazım gələndə çıxardacam. Ha, vaxt lazım gələcək. İsmail'i orada biabırçılığında məmur balaları Harun'un adı maşın söydü. Məmur balaları qaldı öz yerində. Tofiq Yaqub'una İlqar Məmməd və başqa günahsız adamlar tutuldu. Niyə? Sadəcə olaraq prezident öz dediyində səmimi deyil. Sözü ilə əməli düz deyil. Sadəcə olaraq çox təəssüf edirəm. Çünki mən buna niyə bu günləri deyirəm? Mən prezidentə yazmışdım ki, hayır cənab prezident, sən Ali Baş Komandansan, sənə arxalanıb, sənə güvənib, sənin ədalətə söykənib, evladlarını vətən müdafiəsinə göndərən insanların balaları tabutu gəlir. Siz buna məsuliyyət daşıyırsınız. Amma ondan ötürü səs qaldıran adamlara prezident deyir ki, antimilli ünsürlər. Niyə? Antimilli ünsürlər onu öldürən komandir, öldürtdürən komandir, puldan ötürü evə göndərən əskəri komandir. Budur, amma bu komandir niyə bunu edir? Niyə qorxmur? Səfər ki, buna mənsubdur mu niyə? Yox, Səfər Əliyev yatanda, mən yoxsunda da nazir kreslosunu görməmişdi. Amma Səfər Əliyev 18 il oturdu. İndi təzə nazir təyin edibdilər. Həmin bütün oyunların içində olan intriqabaz, Dərbətdə heykəli, saymanla qutamayan villaları olan Nəcməddin Sadıqov orada oturubdur. Yəni, prezident bu sistemi dəyişməlidir. Dəyişməsə, bax, onun özünün ətrafına yığıldığı o oliqarxlar onun məhvinə aparacaq. Rəhim bəy, bir sualda verim sizə dəqiqləşmək üçün. Əvvəla, ümumiyyətlə, bu hərbi cinayətlərlə bağlı Azərbaycanda şəffaf bir məhkəmə sistemi yoxdur. Və tutaq ki, ictimai cinayətləri biz görürük, siyasi cinayətləri. Qərbədəki cəmiyyətin də buna bir diqqəti var, amma bu hərbi cinayətlərlə bağlı olmur bu proses. Bu, Azərbaycan ordusunda şəffaflıq məsələsini bəzən milli təhlükəsizlik məsələsi kimi qoyurlar ki, yox, ordu qapalı olmalıdır. Sizcə, ümumiyyətlə, orduya ictimai nəzarət hansı səviyyədə olmalıdır? Bax, bunu kim həyata keçirməlidir? Əvvəla, ordu nəyə qapalı olmalıdır? Ordu erməniyə qarşı əməliyyat aparır, o məhv olmalıdır. Orduda əskərin həyatı, onun təlimdən sonraki bu niyə məhv olmalıdır? Və nəhayət, yaxşı toxunduz, Qasqunkomun sədri Əli Həsənov çox iddia ilə ki, çıxış eləyibdir, ictimaiyyətin marağı yoxdur. Birinci, Əli Həsənov mən bilən Zəngilan rayonundandır.
Cəbrayıl ya Zəncandan düşürdüm, səhv ola bilərəm. Hər hafta işğal altında olan ərazidəndir. Əli Həsənov məndən də cavandır. Orada olmayan vaxtı Əli Həsənov əlinə bir dənə silah alıb ki, 1 saat müdafiə edibdirmi? Sonra deyib, qaçqın o torpaqdan olan insanlar hərbiyə getmir. Əli Həsənovun özünün orada olubmu? Və bu günləri bu oliqarxların hamısının bax, biri həkim olmadı, biri riyaziyyatçı olmadı, biri gözəl mühəndis olmadı, bir müəllim olmadı. Hamısı milyardlarla, qollarına 1 milyard, 100 minlərlə saat taxıb, harınlıqla məşğuldur, ən yaxşı da bizneslə. Və bunlar biznes özü qabiliyyət deməkdir. Onu hardan aldılar? Biznesi aparmaqdan ötürü sənin başlanğıc kapitalın olmalıydı. Bunlar hardan aldılar? Sadəcə olaraq, yenə deyirəm, sözlə əməl düz gəlməyəndə və prezident də söz olaraq onu deyir, arxasında bunu durmur. Bax, ona görə də belə şey olur. Mən çox təzim edirəm. İndi artıq Ukrayna məsələlərindən sonra Azərbaycanda vəziyyət çox ciddiləşir. Və elə məqam gələcək ki, Azərbaycan müstəqilliyini itirməyə bir nömrə namizədlərlə bu saat. Bax, onda indi psevdo vətənpərvərlərlə, saxta vətənpərvərlərlə əsl vətənpərvərlər üzrə. Biz bu günləri artıq 22 il, 23 il az-çox təzyiqlər altında, diktator rejimi altında müstəqilliyimizlə fəxr edirik. Sualı təhlükədədir. Ona görə də mən çox istəyərdim ki, mənim prezidentə ünvanladığım bu sözlərdən sonra mənim üstümə Siyavuş Novruzovlar, nə bilim, o Etibar Hüseynlər gəlməsin. Mənim onlardan nə qorxum yoxdur, nə də mən bunu qərəzlə demirəm. Prezident özü əgər hesab eləsə ki, o məndən danışmaz, o çox müstəhlə duran adamdır. Öz sözcüsü, mən ona sözlərimi deyim. Siz deyirsiniz ki, bax, ordunun, bəli, ordu elə şeyli var, doğrudan o deyilməz. Amma ordunun içindəki rüşvət baş alıb gedir. Ordunun o generallarını yığsın, Cənab Ali Başkomandan ki, sən o villaları hardan istəyirsən? Mən vaciblə villa titirmək olar mı? 1-də, 2-də. Mən valla havalanıram ki, 240 min Gevroya, ya manata saat alı taxıbdır. Vallahi billahi mənə cinayət işi qaldırılır. Cinayət işində mənə 13 il iş kəsə 88 min köhnə maddi ilə mən deməli 18 dənə nonla özü yerin artilleriya qurğusu almışam. Birinin 500 min dollar qiyməti var. 18 dənəsi 9 milyon dollar edir. Onun mən o dövrdə danışmışam 99 milyon rubla, hər birinə də 30 baya komplekt, döyüş komplekti mərmisi ilə. Mən buna cəmsi vermişəm 220 min, 79 milyonunda silmişəm. Mənə gəlib istintaqda müstəndiq deyir ki, sən niyə 99 milyona danışıb rubla 20 milyon vermişsən? Həmin dövrdə 20 milyon rubl dollarına 210-220 min dilir. Mən deməli bunların taxtığı bir dənə olsa adına 18 dənə artilleriya qurğusu almışam. 500 min dollara 3 dənə təyyarə almışam. Bu cinayət işindədir mənim dediklərim. Hamısı cinayət işindədir. Bax, buradadır sənədləri. 500 min dollara qiymətindən 224 dəfə ucuz 3 dənə təyyarə gətirmişəm. Çox sağ olun Rəhim bəy, maraqlı söhbətə görə təşəkkür edirik. Hörmətli tamaşaçılar, Rəhim bəyin verdiyi düzəlişdən sonra deyirəm ki, qonağımız Sabiq Müdafiə Naziri, mülki vətəndaş Rəhim Qaziyev. Əziz tamaşaçılar, Azərbaycan Saatı proqramının sonuna gəldik. Növbəti proqramda görüşənə qədər sağ olun, Allahın amanında qalın. Sağ olun.